Türk Dövlətləri Təşkilatının hökumət başçılarının toplantısı bu dəfə Bakıda keçirilir. Sizi səmiyyətlə salamlayıram, xoş gəlmişsiniz. Əminəm ki, bu görüşün çox böyük faydası olacaq. Hər zaman olduğu kimi bizim ölkələrimiz birlik, həmrəylik göstərəcəklər. Eyni zamanda qarşımızda duran önəmli iqtisadi məsələlərin müzakirəsi üçün də bu görüşün çox böyük əhəmiyyəti var. Bütövlükdə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bugün böyük töhfə verir və verəcək. Bu bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk dünyası bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur və bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir. Xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bizim əlaqələrimiz prioritet təşkil edir. Bu ölkələrlə bizim tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bugün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq. Təbii ki, təşkilatımızın gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq. Bugün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır. Eyni zamanda qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə bizim mövqelərimizi möhkəmləndirməliyik. Bugün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatların sırasına daxil edilməlidir. Bu bizdən asılıdır. Nə qədər biz səylər göstərsək, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, bir o qədər də bizim beynəlxalq nüfuzumuz da, mövqelərimiz də artacaq, imkanlarımız da artacaq. Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni, bu bizim çox böyük üstünlüyümüzdür. Yəni, bizim birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu birinci amil idi. Ondan sonra bizim coğrafiyamızdır. Ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə, bütün bu amilləri nəzərə alaraq, biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq. Təşkilatımızın inkişafı üçün əlbəttə ki, zirvə görüşlərinin böyük əhəmiyyəti var. Bu görüşlər müntəzəm olaraq keçirilir və bildiyiniz kimi Azərbaycanın təşəbbüsü ilə dövlət başçılarının qeyri-rəsmi görüşləri də keçirilməyə başlamışdır. Birinci belə qeyri-rəsmi zirvə görüşü Qarabağda, Şuşada keçirilmişdir və artıq bu ənənə halına çevrilib və hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Dövlət başçıları ən azı ildə artıq 2 dəfə görüşürlər. Çünki həm müzakirə edilməli olan məsələlər çoxdur, həm dünyada gedən proseslər o qədər sürətlə gedir ki, daim biz məsləhətləşmələr aparmalı və bir-birimizin fikirlərini öyrənməli və düzgün qərarların qəbul edilməsi üçün ortaq addımlar atmalıyıq. İqtisadi sahədə sizin də görüşünüzün əsas məzmunu bu olacaq
işlər yaxşı gedir. Azərbaycana gəldikdə bütün üzv ölkələrlə bizim ticarət dövriyyəmiz artır. Qarşılıqlı sərmayə qoyuluşunun həcmi artır. Biz təşkilata üzv ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq. Düzdür, bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Ancaq digər üzv ölkələrlə də qarşılıqlı sərmayə qoyuluşu prosesi gedir. Bizim Özbəkistanla, Qazaxıstanla, Qırğızstanla birgə investisiya fondları yaradılmışdır. Bu fondlar vasitəsilə artıq bir çox layihələr icra edilir, yaxud da ki, onların icrası üçün hazırlıq işləri aparılır. Xüsusi minnətdarlığı Qarabağın bərpasına qardaş ölkələrin dəstəyinə görə ifadə etmək istərdim. Həm bərpa işlərinə, həm Qarabağda yeni müəssisələrin yaradılması işinə verdiyiniz dəstək bizim üçün çox önəmlidir. Bildiyiniz kimi artıq Özbəkistan tərəfindən bizə hədiyyə edilmiş Mirzə Uluqbəy məktəbi fəaliyyət göstərir. Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı Uşaq İncəsənət Mərkəzi fəaliyyət göstərir. Qırğızstanın hədiyyəsi olan Manas məktəbi fəaliyyət göstərir. Bu Füzuli, Ağdam rayonlarındadır. Bir çox Türkiyədən olan şirkətlər önəmli infrastruktur layihələrində iştirak edirlər. Yollar, körpülər, tunellər, dəmir yolları layihələrində iştirak edirlər. Eyni zamanda Qarabağda iş yerlərinin yaradılması da bizim üçün çox önəmlidir və yenə də burada birinci xarici sərmayə qardaş ölkələrdən gəlib. Xankəndidə Özbəkistanın dəstəyi ilə böyük tikiş fabriki fəaliyyətə başlamışdır və hörmətli Prezident Şəfqət Miramonoviç Mirziyoyevlə birlikdə biz o fabrikin açılışını qeyd etmişdik. Yəni, bütün bunlar bir daha göstərir ki, bizim üçün əsas olan bugün məsələdə, yəni Qarabağ və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir. Biz də öz növbəmizdə hər zaman lazım olan dəstəyi göstərməyə hazırıq, bunu edirik. Türkiyədə yaşanan o dəhşətli zəlzələdən sonra Azərbaycan öz qardaşlıq dəstəyini göstərmişdir və Azərbaycanın maliyyə imkanları hesabına Qəhrəmanmaraşda 100 milyon Amerika dolları dəyərində Azərbaycan məhəlləsi tikilib və hörmətli Prezident Rəcəb Tayyip Ərdoğanla birlikdə biz bu Azərbaycan məhəlləsinin açılışında qeyd etmişdik. Yəni, bu həm praktiki yardımlardır, bir-birimizə göstərilən yardımlar. Eyni zamanda bizim niyyətimizi göstərir. Eyni zamanda bizim xalqlarımıza bir daha yol göstərir ki, biz bir-birinin yanında olmalıyıq və bütün dünyaya göstərir ki, Türk dünyası, Türk Dövlətləri Təşkilatı hər zaman üzv ölkələr səviyyəsində və təşkilat olaraq vahid məqsədlərə çatmaq üçün əlindən gələni əsirgəmir. Yaxşı günlərdə və çətin günlərdə. Təbii ki, iqtisadi məsələlərlə yanaşı, sərmayə qoyuluşu məsələləri ilə yanaşı bugün bizim hamımızın qarşısında duran əsas məsələlərdən biri nəqliyyat, logistika, tranzit imkanlarımızı genişləndirməkdir. Buna prinsip etibarı ilə hər zaman ehtiyac var. Çünki ölkələrimiz üzərindən keçən orta dəhliz hər birimizin marağına cavab verir. Xüsusilə indiki geosiyasi vəziyyətdə orta dəhliz, Transxəzər dəhlizi, Zəngəzur dəhlizi, digər bu istiqamətdə olan layihələr daha böyük önəm daşıyır. Və yəqin ki, bugün Azərbaycan tərəfi bu məsələ ilə bağlı məlumat verəcək.
Azərbaycan ərazisində işlərin böyük hissəsi artıq görülüb. Həm dəmir yolları, Bakı ticarət limanı, bizim avtomobil yollarımız, hava limanlarımız, bütün nəqliyyat infrastrukturu hazır vəziyyətə gətirilib. O ki, qaldı Zəngəzur dəhlizinin icrasına, orada avtomobil yolunun hardasa 90% hazırdır. Dəmir yolu da təxminən 70% və ümid edirəm ki, yaxın gələcəkdə tam bu layihə icra ediləcəkdir. Və bilirik və çox şadıq ki, Türkiyədə də Qars-Naxçıvan dəmir yolunun tikintisinə də start verilmişdir və beləliklə bu layihələrin uzlaşması, koordinasiya şəklində icra edilməsi yeni bir önəmli beynəlxalq dəhliz açacaqdır. Bu orta dəhlizin bir qolu olacaq və bizim inşa etdiyimiz dəmir yol infrastrukturu birinci mərhələdə 15 milyon tona hesablanıb. Amma gələcəkdə bu arta da bilər və yəqin ki, artacaq. Amma hər halda bugün 15 milyon tonluq yeni bir dəhlizin açılması həm ölkələrimiz üçün, həm böyük coğrafiya üçün böyük önəm daşıyır. Və biz yenə də burada çox ciddi və məsuliyyətli mövqe sərgiləyirik. Həm öz maraqlarımızı təmin edirik, həm də dünya üçün yeni nəqliyyat yollarını təqdim edirik. Yəni, bir də göstərir ki, bizim ölkələrimizin və təşkilatımızın məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlibdir. Bax, bunları sizin diqqətinizə çatdırmaq istərdim. Bilirəm ki, sizin bugün işiniz çox olacaq, bir çox məsələlər müzakirə ediləcək. Və şübhə etmirəm ki, sizin görüşünüz bizim təşkilatımızın inkişafına növbəti töhfə olacaqdır. Bir daha sizi salamlayıram. Buyurun. Cenab Prezident, bizleri kabul ettiğiniz için şükranlarımızı arz ediyoruz. Türkiye'den değerli kardeşiniz Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan'dan size en kalbi selamlar getirdim. Onları iletmek istiyorum. Bu vesileyle geçmiş Ramazan bayramınızı ve Nevruz bayramını da tüm herkesin tebrik ediyorum. Sağ olun. Bölgemizde ve dünyada barışa, bolluğa, berekete vesile olmasını diliyorum. Bu formatta toplantımızı ben ilk defa sizden duymuştum. Sizin bir fikriniz olduğunu biliyorum. Kırgızistan'da da çok başarılı bir toplantı yaptık. İkincisini de inşallah burada değerli kardeşim Sayın Ali Esedov'la gerçekleştireceğiz. Öncelikle hem bu toplantı hem de Türk Devletleri Teşkilatı'na katkılarınızdan dolayı tekrar şükranlarımı sunuyorum. Az önce sizin de belirttiğiniz gibi iktisadiyat, ekonomi çok kıymetli. Bölgemizde de önemli gelişmeler oluyor. Bunun kısa vadeli belki olumsuz etkileri var ama orta vadede ben inanıyorum ki bize yeni fırsatlar getirecek. Özellikle bu dönemlerde istikrarını koruyan, huzurunu koruyan ülkeler yeni dönemde çok daha avantajlı bir konuma yükselecekler. Bu konularda inşallah hep birlikte adımlar atarız. Enerji ve transport konuları çok çok kıymetli. Siz de altını çizdiniz. Özellikle bu Zengezur koridorunun yolunun yapılması hem Türkiye-Azerbaycan ilişkilerinde hem de çok daha geniş ilişkilerde çok büyük fayda sağlayacaktır. Diğer taraftan enerji konusunda da dünya artık çeşitlendirmenin önemini daha iyi gördü bu son dönemde yaşananlardan. O konularda da inşallah yeni fırsatlar hep birlikte değerlendiririz. Özellikle Hazar geçişi başta olmak üzere.
Yatırımların, karşılıklı yatırımların geliştirilmesi noktasında da inşallah hep birlikte gayret edeceğiz. Çok önemli yeni yatırım fırsatları doğacağını da ben inanıyorum. Sizin tabii az önce bahsettiğiniz Türk Devletleri Teşkilatı çok kısa sürede büyük mesafe aldı aslında. İnşallah önümüzdeki dönem bu daha da derinleşerek devam edecek. Dönem başkanlığınızda çok başarılı bir şekilde devam ediyor ve özellikle sizin başından itibaren Türk Devletleri Teşkilatı'na gösterdiğiniz bu yakın ilgiden, verdiğiniz güçten dolayı minnettarız. Karabağ'daki gelişmelerden dolayı da hepimiz gurur duyuyoruz, onur duyuyoruz. Karabağ yeniden Azerbaycan oldu, bağımsızlığını kazandı. Fakat bununla da kalmadı. Büyük bir inkişaf var, büyük bir yatırım var Karabağ'da. İnşallah yakın zamanda çok daha kalkınmış, gelişmiş bir Karabağ'ı hep birlikte göreceğiz. Biz de Türkiye Cumhuriyeti olarak ne gelirse elimizden her zaman Karabağ'ın, Azerbaycan'ın yanındayız. Sizin de bahsettiğiniz depremde bizim yanımızda çok güçlü bir şekilde durdunuz. Minnettarız hakikaten. Türkiye Cumhuriyeti olarak hiçbir zaman tabii bütün Türk dünyasının gösterdiği dayanışmaya teşekkür ediyoruz. Birlik olmanın zaten bereketi, gücü burada. Zor zamanlarda, iyi zamanlarda her zaman birbirimize destek oluyoruz. Özellikle dünyada kurumların zayıfladığı, kuralların zayıfladığı dönemde bölgesel işbirlikleri daha bir önem kazanmış durumda. Dolayısıyla Türk Devletleri Teşkilatı bu yeni dönemde eskisinden de daha önemli bir konuma gelmiş durumda. Bugün aramızda Kuzey Kıbrıs Türk Cumhuriyeti Başbakanı da var. Ben zat-ı halinize Kuzey Kıbrıs Türk Cumhuriyeti'ne dönük hassasiyetinizden dolayı da ayrıca çok teşekkür ediyorum. İnşallah meslektaşlarımızla birlikte bahsettiğiniz konuları çok detaylı bir şekilde ele alıp siz liderlerimizin ortaya koyduğu vizyona biz de elimizden gelen tüm desteği vereceğiz. Ben tekrar zat-ı halinize bu güzel organizasyon için şükranlarımı sunuyorum. Çok çok teşekkür ediyorum. Çok sağ olun. Teşekkür ederim. Zat halləri cənab prezident, hörmətli İlham Heydəroğlu, ilk növbədə sizə Özbəkistan Respublikasının prezidenti, zat halləri cənab Şavkat Miramonoviç Mirziyoyevin ən səmimi salamlarını və xoş arzularını çatdırmaq istəyirəm. Fürsətdən istifadə edərək sizə xüsusi diqqətə və qardaş Azərbaycan xalqına xas olan ənənəvi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz bugün strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlmiş Azərbaycan-Özbəkistan münasibətlərinə böyük dəyər veririk. Şübhəsiz ki, açıq və etimad ruhunda olan diyaloq və zat halinizlə Şavkat Miramonoviç Mirziyoyev arasında olan qardaşlıq və dostluq qardaş xalqlarımızı daha da birləşdirir. Özbək xalqı qardaş Azərbaycanın nailiyyətlərinə sevinir. Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan sürətlə inkişaf edir və ildən ilə böyük nailiyyətlər əldə edir. Sizin şəxsi səyləriniz və təşəbbüsləriniz sayəsində qardaş Azərbaycanın vacib və ayrılmaz parçası olan Qarabağ son dövrlərdə daha da firavan bölgəyə çevrilib. Mən həmkarım Əli Əsədovla daim əlaqədəyik və Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli fəaliyyəti yüksək qiymətləndiririk. Təşkilatımızın bundan sonra da gücləndirilməsi üçün səylər göstərməyə hazırıq. Fürsətdən istifadə edərək sizə və sizin simanızda qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm. Qəbula görə təşəkkür edirəm. Hörmətli İlham Heydəroğlu, öz növbəmdə sıx iş qrafikinizdə bizim nümayəndə heyətinə vaxt ayırdığınıza görə sizə dərin minnətdarlığımı bildirir. Türk Dövlətləri Təşkilatı hökumət başçılarının ikinci toplantısının yüksək səviyyədə təşkil edildiyini, bu qəbildən olan görüşlərin açıq və məzmunlu dialoq üçün yaxşı imkan yaratdığını qeyd etmək istəyirəm. Fürsətdən istifadə edərək Qırğızstan Respublikasının prezidenti hörmətli Sadır Nurqujoyeviç Japarovun sizə və qardaş Azərbaycan xalqına ən xoş arzularını çatdırıram. Qırğızstan Respublikası Azərbaycan ilə qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə böyük dəyər verir. Biz sizin Qırğızstan Respublikasında gözlənilən tarixi dövlət səfərinizə böyük əhəmiyyət veririk.
Sevindirici haldır ki, bugünkü görüşümüz ölkələrimizin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsinə sadiqliyini təsdiq edir. Əminəm ki, ticarət, nəqliyyat və logistika sahəsində olan layihələr bundan sonra da dövlətlərimizin dayanıqlı inkişafına xidmət edəcək. Həqiqətən də bizim ölkələrimizin bütün qarşılıqlı maraq doğuran sahələrdə yaxşı imkanları var. Yekunda hörmətli İlham Heydəroğlu səmimi qanunpərvərliyə görə təşəkkürümü bildirir. Sizə möhkəm can sağlığı və uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm. Diqqətinizə görə sağ olun. Zatəlləri cənab Prezident, hörmətli İlham Heydəroğlu, ilk növbədə qardaş Azərbaycan torpağında sizinlə görüşmək fürsətinə görə təşəkkürümü bildirirəm. İcazə verin sizə Qazaxıstan Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevin səmimi salamlarını çatdırım. Səfərim ərəfəsində bizim onunla söhbətimiz oldu və o bütün lazımi təlimatlarını verdi. Azərbaycan və Qazaxıstan arasında münasibətlər olduqca dinamik şəkildə inkişaf edir. Bizim çoxsaylı böyük iqtisadi layihələrimiz var. Bu il biz mühüm strateji layihəmiz olan Avropanı Çin və Asiya regionu ilə birləşdirəcək Xəzər dənizinin dibi ilə inşa edilən fiberoptik kabel layihəsini başa çatdıracaq. Ümid edirəm ki, həmin layihə bütün dövlətlərimizin, regionumuzun inkişafına böyük təkan verəcəkdir. Türk Dövlətləri Təşkilatı çərçivəsində bizim həmkarlar, dostlar və qardaşlar arasında olduqca yaxşı səmimi və etimad üzərində qurulmuş əlaqələrimiz var. İqtisadi layihələrimizin sayı olduqca çoxdur. Hökumətlər səviyyəsində həmkarlarımızla sıx əlaqədəyik, tez-tez görüşürük və məsələləri öz səviyyəmizdə həll etməyə çalışırıq ki, rəhbərlərimiz görüşərkən müsbət dəyişiklikləri müzakirə etsinlər. Sizi və təşkilata üzv dövlətlərin rəhbərlərini cari ilin 15 may tarixində müqəddəs Türkistan şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi görüşündə gözləyirik və yüksək səviyyəli qonaqları qarşılamağa hazırlaşırıq. Cənab Prezident, bir daha sizə və qardaş Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. Sağ olun. Hörmətli Cənab Prezident, sizi salamlayıram. Qəbula görə təşəkkür edirəm. İcazənizlə hörmətli arqadağımız və hörmətli Prezidentimiz Sərdar Berdimuhamedovun səmimi salamlarını sizə çatdırım. Bugünkü görüş yüksək səviyyədə təşkil edilib və bu toplantıya dəvətə görə təşəkkür etmək istəyirəm. Biz əminik ki, bu toplantı yüksək səviyyədə keçiriləcək və həmkarlarımızla biz ticarət dövriyyəsinin artırılması və digər məsələləri müzakirə edəcəyik və xalqlarımızı bir-birinə yaxınlaşdırmaq üçün səylər göstərəcəyik. Bu işdə sizin böyük töhfəniz var və buna görə də sizə təşəkkürümü bildirmək və uğurlar arzu etmək istəyirəm. Sağ olun. Sayın Cumhurbaşkanım, kardeş Azerbaycan'da bulunmaktan duyduğum mutluluğu ifade etmek istiyorum. Ve özellikle sizin bu nazik kabulünüzden dolayı sizlere halkım, hükümetim ve şahsın adına yürekten teşekkür ediyorum. Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin Türk Devletleri Teşkilatı'na gözlemci üye olması için başta anavatanımız Türkiye Cumhuriyeti'nin lideri Sayın Recep Tayyip Erdoğan'ın girişimleriyle ve sizin kardeş Azerbaycan'ın Cumhurbaşkanı İlham Aliyev'in bize verdiği destekten dolayı çok teşekkür ediyorum. Ve bu desteğin devam ettiğini halkım görmekten büyük bir mutluluk duymaktadır. Ama geldiğimiz noktada dünyada yaşanan konjonktürden dolayı sizin daha önce sarf ettiğiniz Türk ailesi bizim ailemizdir. Başka ailemiz yoktur. Bu ailemizi güçlendirmek için biz Kuzey Kıbrıs Türk Cumhuriyeti olarak Akdeniz'deki sizin kardeşleriniz olarak ve Akdeniz'in ortasında olan bir ada ülkesi olan ve tamamen geçimini turizmden, eğitimden sağlayan bir ada sizlerin orada serhat bekçileridir. Ve bu doğrultuda bizim bu geldiğimiz noktada ve bu yaşanan konjonktürden sonra Türk Devletleri Teşkilatı'nda artık gözlemci üyeden olmaktan asil üyeye geçip ve işbirliklerimizi daha çok hızlandırmamız lazım. Geldiğimiz noktada görüyoruz ki gerek iş adamlarımızın, gerekse insanlarımızın ve gerekse bir sektörlerdeki yapacağımız işbirlikleri, gerekse
transportörde yaşanan sıkıntıları gidermek için Kuzey Kıbrıs Türk Cumhuriyeti'ni bir üs olarak kullanabiliyorsunuz. Çünkü Akdeniz'in ortasında ve her tarafına ulaşabilen rahat bir ada vazifesinde olan ülkemiz sizlerle işbirliği yapmaktan büyük bir memnuniyet duyacağız. O doğrultuda bizi her zaman verdiğiniz destekten dolayı bir kez daha teşekkür ederim. Ama kardeş başbakanlarla birlikte olmaktan büyük bir mutluluk duydum. Bu ailenin işbirliği Kuzey Kıbrıs Türk Cumhuriyeti için çok önemlidir. Şimdi Kuzey Kıbrıs Türk Cumhuriyeti'nde yaşayan halkımız sizin nasıl Karabağ'da verdiğiniz büyük bir bağımsızlık mücadelesi verdi. Biz de aynısını Türkiye Cumhuriyeti'nin bize verdiği büyük destekle büyük bir bağımsızlık mücadelesi verdik. Çok şehitler verdik. Karabağ'da, Şuşa'da siz de çok şehitler verdik ve orada verilen şehitlerimizi bir kez daha saygı ve minnetle huzurlarınızda anmak istiyorum. Ve önümüzde geçirdiğiniz gerek Ramazan bayramınızı gerekse Nevruz bayramınızı da yürekten kutluyorum. Teşekkür ederim. Teşekkür ederim. Sağ olun. Möhtərəm cənab prezident, zat-ı aliləri, mən də öz növbəmdə bugünkü görüşə görə təşəkkürümü bildirmək istəyirəm. Türk Dövlətləri Təşkilatı gündən-günə inkişaf edir və güclənir. Sizin də qeyd etdiyiniz kimi, beynəlxalq müstəvidə təşkilatın rolu artmaqdadır. Fürsətdən istifadə edərək təşkilatımızın işinə verdiyiniz töhfəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Zat-ı aliləri, sizin Türk dünyası bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur sözlərini xatırlatmaq istərdim. Qeyd etdiyiniz kimi, Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri Türk Dövlətləri Təşkilatı ölkələri ilə əməkdaşlıqdır və bu da bizim təşkilatın daha da möhkəmlənməsinə xidmət edir. Ötən il Qəbələdə keçirilmiş 12-ci zirvə toplantısının mövzusu regional sülh və təhlükəsizlik idi və region və onun hüdudları kənarında cərəyan edən proseslərlə uzlaşırdı. Zirvə toplantısı zamanı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Azərbaycanda birgə hərbi təlimlərinin keçirilməsi təklifinə görə də sizə təşəkkür edirəm. Sizin bununla bağlı dəvətiniz üzv ölkələrin dövlət başçılarına çatdırılmışdır. Zat-ı aliləri, bugün Bakıda praktiki əməkdaşlığımızın inkişafı və zirvə toplantıları zamanı liderlər tərəfindən verilən təlimatların hökumətlər səviyyəsində daha da əlaqələndirilmiş şəkildə icrasına xidmət edəcək üz dövlətlərin hökumət başçılarının ikinci toplantısı keçiriləcəkdir. Hesab edirəm ki, bütün proqramların və layihələrin vaxtında reallaşdırılması, təşkilat çərçivəsində həmrəyliyin və əməkdaşlığın güclənilməsi üçün belə bir mexanizmə böyük ehtiyac var. Ötən ay regionda və daha da geniş coğrafiyada cərəyan edən hadisələrin müzakirəsi üçün təşkilatın Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü təşkil edildi. Görüşdə TDT Plus formatının təsis edilməsi haqqında qərarın imzalanması regionda və beynəlxalq arenada dialoq, əməkdaşlıq və tərəfdaşlığı təşviq edir və çoxtərəfli diplomatiyada təşkilatımızın rolu və əhəmiyyətini artırır. Təşkilatımızın qeyri-rəsmi zirvə toplantıları sizin təşəbbüsünüz əsasında hər il keçirilir və burada qeyd edildiyi kimi, cari ilin 15 may tarixində Qazaxıstanın Türkistan şəhərində növbəti zirvə toplantısı təşkil ediləcəkdir. Liderlərin ildə bir neçə dəfə görüşməsi təşkilat daxilində əlaqələndirməni gücləndirir. Artıq qeyd etdiyim kimi, beynəlxalq arenada da təşkilatımızın əhəmiyyətini artırır. İcazə verin bir daha sizə Türk dünyasında həmrəyliyin və qardaşlığın möhkəmləndirilməsinə verdiyiniz töhfəyə və təşkilatın fəaliyyətinə göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. Diqqətinizə görə sağ olun. Möhtərəm cənab prezident, icazənizlə bütün həmkarlarımın adından və öz adımdan sizə təşəkkürümüzü bildirək ki, bizi qəbul etdiniz və nitqimizdə bizim qarşımızda qoyulan məsələlər təbii olaraq bundan sonra həm mənim üçün və həmkarlarım üçün yol xəritəsi olacaq. Möhtərəm cənab prezident, sizin hələ 2024-cü ilin fevral ayının 14-də and içmə mərasimində söylədiyimiz ki, bizim ailəmiz Türk dünyasıdır. Bizim üçün, bütün Azərbaycan üçün, o cümlədən Azərbaycan hökuməti üçün yol xəritəsidir. Bu istiqamətdə biz fəaliyyətimizi qururuq. Bugünkü görüşümüz də Türk Dövlətləri Təşkilatının ikinci görüşünün Bakıda keçirilməsi də o tədbirlər içərisindədir. Möhtərəm cənab prezident, siz və sizin həmkarlarınızın
qarşımızda, hökumətlər qarşısında qoyduğumuz məsələlərə aid olaraq onları rəhbər tutaraq biz bu gün gündəliyimizi formalaşdırmışıq. Gündəlik bütün həmkarlarımla razılaşdırıb. Siz də bugün söylədiyiniz kimi əsas məsələləri qısa olaraq deyim ki, bu ticari iqtisadi məsələlərdir, investisiya əməkdaşlığı, o cümlədən iki tərəfli və çox tərəfli fondlar, mən iki qardaş ölkələrlə olan yaradılmış fondları, o cümlədən Türkiyə İnvestisiya Fondunu da qeyd etmək istəyirəm. Nəqliyyat tranzit sahəsində, energetika sahəsində, o cümlədən yaşıl energetika, nəqliyyat, logistika və orta dəhlizlə bərabər siz də bugün qeyd etdiyiniz kimi Zəngəzur koridorunun əsası həm Azərbaycan, Türkiyə, o cümlədən böyük region üçün onun əhəmiyyəti. Cənab Prezident, sizin dövlət başçıları ilə 12-ci zirvə görüşündə Qəbələdə bəyannamədən irəli gələn məsələlərə də əsaslanaraq bizim görüşümüzün sonunda olaraq biz bəyanat qəbul edəcəyik. Diplomatik kanallarla razılaşır. Möhtərəm Prezident, bir daha sizi təşəkkürümüzü bildirmək istəyirəm. Çox sağ olun. Sağ olun, təşəkkür edirəm. Bir daha xoş gəlmişsiniz və xahiş edirəm mənim səmimi salamlarımı ölkələrinizin dövlət başçılarına, mənim dostlarıma, qardaşlarıma çatdırasınız. Onlarla hər görüşüm mənim üçün çox dəyərlidir, əhəmiyyətlidir və qiymətlidir. Və bugün burada səslənən fikirlər bir daha onu göstərir ki, təşkilatımızın çox gözəl gələcəyi var. Çünki hər bir üzv ölkə və müşahidəçi ölkə təşkilatımızın güclənməsini istəyir. İstəyir ki, təşkilatımız dünya arenasında daha önəmli rol oynasın və əminəm ki, biz buna nail olacağıq. Bir məsələni də qeyd etmək istərdim. Bizim təşkilatımızın unikallığı haqqında mən artıq giriş sözümdə fikirlərimi bildirdim. Bir məsələ də toxunmaq istərdim. O da çox önəmlidir. Çünki təşkilata üzv ölkələr arasında iki tərəfli formatda da münasibətlər çox yaxşıdır. Heç bir problem yoxdur, heç bir anlaşılmazlıq yoxdur və bu da deyə bilərəm ki, dünya təşkilatları arasında unikal bir hadisədir. Çünki biz bilirik dünyada hansı beynəlxalq təşkilatlar var və o təşkilatlar çərçivəsində bəzi üzv ölkələr arasında ixtilaflar var, qarşıdurmalar var, hətta münaqişələr də var. Amma bizim unikallığımız və bu çox böyük bizim ümumi müştərək dəyərimizdir. Odur ki, həm çox tərəfli, həm iki tərəfli formatda ancaq xoş münasibət, xoş niyyət, bir-birimizə olan dəstək və bir-birimizə olan hörmət və ehtiramdır. Və bu çox böyük dəyərdir. Biz bunu həm qorumalıyıq, həm gələcək nəsilləri bu ruhda tərbiyə etməliyik və təşkilatımızı bütün istiqamətlər üzrə elə gücləndirməliyik ki, illər keçdikcə təşkilatımız dünya miqyasında qlobal aktora çevrilsin. Yenə də deyirəm, buna nail olmaq üçün bütün imkanlar var. Birinci bizim birliyimiz, ortaq etnik köklər, böyük coğrafiyamız, enerji resurslarımız, nəqliyyat yollarımız. Bugün nəqliyyat deyiləndə bizim coğrafiyamızdan, yəni bizdən yan keçmək mümkün deyil. Və biz investisiya qoymaqla, hər bir ölkə öz ərazisində sərmayə qoymaqla bu coğrafiyanı daha da önəmli bir faktora çeviririk və əminəm ki, bugün müzakirə olunan və sizin toplantınızda müzakirə ediləcək məsələlər təşkilatımızın gücünü daha da artıracaq. Bir daha xoş gəlmişsiniz.